İlk olaraq süni meydança öyrəşmədik və oynamaq da istəmirik belə meydançada. Bu bir. Digər tərəfdən biz rəqib oyunçularına da baxsaq, yəni bu komandanın zədəliləri il boyu baxsaq, bəlkə də ən çox zədəli olan oyunçular elə Səbail komandasında olur və digər süni ölkədə oynayan komandalarda olur. Hansı ki, bu meydançada il boyu biz yenə belə deyək bir ildə 4 oyun gəlib burada oynayır, amma onlar il boyu orada oynayırlar və məşq edirlər. Və bu bəzi oyuncuların hansı ki kramp da soru tutması boşuna deyil. Yəni, hansı ki meydançadan əlavə yüklənmə futbolçular bunu hiss edirlər. Və çox istərdim ki, onlar da normal oynasınlar və məşq eləsinlər. Qaldı ki, mən öz yerimdə idim. Yəni, mən həmişə harda olmuşamsa yenə oradaydım. Lazım olanda az bir oyunlar olur, bəzən çox müdaxilə eləmək lazım olur, amma oyunlar olur, görürsən, daha sakit olmağın məsləhətdir və belə bəlkə oyunun gedişatına görə heç narahat olmayın, heç kimdən küsməmişəm. Nə özümdən küsmüşəm, nə futboldan küsmüşəm. Sadəcə işimiz yəni oyunun gedişatına görə özümüzü idarə eləməkdir. Belə.